Salam, güclü ideyaları birlikdə anlamağa çalışdığımız bu bölümə xoş gəlmisiniz. Bugün həqiqətən dərin bir mövzuya toxunacaq. Sizin səylərinizlə ilahi dəstək arasındakı o möhtəşəm aktiv tərəfdaşlığa. Gəlin görək bu nə deməkdir. Gəlin elə birbaşa çox cəsarətli bir fikirlə başlayaq. Mənbəmizdən gələn bu cümlə əslində bizim bir çox inanclarımızı sanki baş-ayaq çevirir. Bir anlıq düşünün, Allah sizi gözləyir. Baxın, əsas ideya nədir? Deyir ki, əgər siz hərəkət etmirsinizsə, dua tək başına tam deyil. Göylər qapılarını ancaq o insana açır ki, o artıq yola çıxmağa qərar verib. Bu həqiqətən çox güclü bir bənzətmədir, elə deyilmi? Yəni, ilahi güc bizim passivliyimizə yox, bizim təşəbbüsümüzə, bizim addımımıza cavab verir. Yelkənləri qaldırmasanız, heç bir külək sizə kömək edə bilməz. Mənbəmiz vurğulayır ki, əsl dəyişiklik yüzlərlə fərqli plan qurmaqla gəlmir. Yox, əsl dəyişiklik qətiyyətlə tək bir istiqamət seçəndə başlayır. Bax, hər şeyin açarı buradadır. Çox vaxt yaşadığımız o yorğunluq, o məyusluq var ha, hamısı istiqamətsizlikdən gəlir. Amma tək bir yolu seçdiyiniz an bütün enerjiniz dağılmaq əvəzinə sanki bir lazer şüası kimi bir nöqtəyə cəmlənir və inanılmaz güclü olur. O bir gün başa düşür ki, əslində göylər ondan bir plan yox, bir qərar gözləyirmiş. Və özünə verdiyi sadə bir sual hər şeyi dəyişdirir. Əgər bütün enerjini yatırmaq üçün yalnız bircə şey seçə bilsəydim, bu nə olardı? Bax, bu sual onun həyatını tamamilə çevirib. Bu aydınlıq, sanki bir sehr kimidir. İmkanlar sizə doğru axmağa başlayır. Niyə? Çünki beyniniz artıq özü ilə vuruşmur, sizin üçün işləməyə başlayır. Heç sizdə belə bir an olubmu? Yaxşı, gəlin davam edək. Deməli, qərar verdik. Amma hər qərarın yanacağı ehtiyacı var, elədir? Və bu hər hansı bir yanacaq deyil. Biz sadəcə bir niyyətlə, əsl, alovlu bir arzu arasındakı o böyük fərqi görməliyik. Bax, bu çox maraqlıdır. Mənbə bunu belə izah edir. Bu arzu, olmasa da olar, deyil, mütləq olmalıdır dediyiniz şeydir. Dünya başınıza yıxılsa belə sizi hərəkətdə saxlayan o daxili alovdur. Ən vacib məqam budur. Zehni istəklər, yəni sırf ağılla istədiyimiz şeylər çox zəifdir. Amma qəlbinizdən gələn bir arzu, bax o, sizə ən çətin fırtınalardan keçmək üçün güc verir. Bir düşünün, sizin arzularınız hansı tərəfdədir? Bu cümlə sadəcə heyrətamizdir. Sizin niyyəniz, yəni məqsədiniz yetərincə güclü olanda, bütün necələr, bütün bəhanələr əriyib gedir. Bu, həyatın qanunudur. İndi gəldiyi motivasiya haqqında bildiyimiz hər şeyi başqa bir tərəfə çevirən bir hissəyə. Hazırsınız? Çünki bu çox vacibdir. Hər şeyin açarı hərəkətdir. Mənbə deyir ki, biz həmişə tərsinə düşünürük. Biz elə bilirik ki, hazır olanda hərəkət edəcəyik. Amma əslində biz hərəkət etdiyimiz üçün özümüzü hazır hiss edirik. Hərəkət özü qığılcımdır. Baxın, doğru ardıcıllıq budur. Birinci, qüsurlu da olsa bir addım atırsan. O addım sənin içində inam yaradır və o inama cavab olaraq da yeni imkanlar, yeni qapılar açılır. Biz isə həmişə tərsinə gözləyirik. Natiq danışır ki, öz işini quranda qorxudan sanki donub qalmışdı. Amma bir gün cəsarətini toplayıb atdığı o bircə titrək telefon zəngi bütün o qorxu buzunu qırdı və hər şeyi dəyişdi. Sadəcə bir addım. Yaxşı, deməli bir qərar verdik, alovlu arzumuzu tapdıq və hərəkətə keçdik, bəs sonra? Bəs heç bir nəticə görməyəndə, hər şey eyni qaranlıq görünəndə nə baş verir? Hamımız bu vəziyyətdə olmuşuq, elə deyilmi? Mənbə deyir ki, çətinliklər dayan işarəsi deyil. Əksinə, onlar düz yoldasan, davam et dəstiqidir. Sanki bir dağa dırmanırsan, yuxarı qalxdıqca hava seyrəlir, yol çətinləşir. Bu, irəlilədiyinin sübutudur. Baxın, o ilk həyəcandan sonra həmişə bir eniş olur. Nəticələrin görünmədiyi o səssizlik dövrü. Bax, insanların 99%-i məhz bu nöqtədə, o böyük sıçrayışdan bir addım əvvəl təslim olur. Ən təhlükəli məqam budur. Əzmkarlıq sizin inancınızın son bəyanıdır. Bu, həm özünüzə, həm də bütün kainata mən bu istədiyim şeyə hazıram və layiqəm deməyinizin yoludur. Və beləcə gəlib çatdıq zirvəyə. Bütün bu addımların birləşib güclü bir tərəfdaşlığa, bir möcüzəyə çevrildiyi ana. Bax, bu ən həyəcanlı hissədir. Yəni, möcüzə göydən paraşütlə düşmür. O, sizin kiçik, məhdud, amma real olan səyinizlə, o sonsuz ilahi gücün görüşdüyü yerdə yaranır. Necə ki, siz toxumu əkirsiniz, Allah isə ona can verir. Mənbə bütün bu fəlsəfəni bu qədər sadə bir tənliyə indirir. Mümkün olanı siz edirsiniz, qeyri-mümkünü isə Allah həll edir.
Amma siz öz payınıza düşəni etmədən tənlik işləmir. Deməli, ən vacib nəticə nədir? Sizin atdığınız ən kiçik addım belə ilahi cavabı işə salan bir siqnaldır. Hərəkət edin. Durğun suya yox, axan çaya həyat gəlir. Və sonda mənbə bizi bu sadə amma çox dərin sualla baş-başa buraxır. Bütün o böyük pilləkəni, bütün o çətinlikləri unudun. Sadəcə bir addım. Elə indi ata biləcəyiniz o ilk qüsurlu kiçik addımınız nədir?